Salam müəllimlər, salam şagirdlər. Belə bir suallar olur. Bu sualların izahını vermək istirdim. Verilib ki, 28 faktorial üzərinə 26 faktorial cəminin sonu neçə sıfırla bitir? Ümumiyyətlə faktorial nədir? Məsəl üçün 5 faktorial o deməkdir ki, 1-dən 5-ə ədədlərin hasili. 10 faktorial odur ki, 1-dən 10 ədədlərin hasili və s. Biz burada hər hansı ədədin faktorialı verəndə sonun neçə sıfırla bitdiyini tapa bilirdik. Bu isə biraz fərqlidir. 28 faktorial və 26 faktorial verilib. Biz bunun hər birini tapmağa ehtiyac yoxdur. Çünki bu cəmdir. Sadəcə kiçik olanı tapsaq kifayət edər. 26 faktorial tapsaq bəs edər. Yaxşı, 26 faktorialın sonu neçə sıfırla bitir? 26-nı bölərik 5-ə. Qayda belədir. 5 dəfə düşür. Təzədən 5-i də bölürük 5-ə. 1 dəfə düşür. Demək 5 və 1-i toplayırıq. Olur 6. 28 faktorialın 26 faktorialın cəminin sonu 6 sıfırla bitdi. Baxın növbəti sualımıza. 44 faktorial üzərinə 41 faktorial cəmi neçə sıfırla bitir? Yenə eyni qayda ilə kiçik bölürük. 41-i bölürük 5-ə. 8 dəfə düşür. 8-i bölürük 5-ə. 1 dəfə düşür. 8 və 1-i toplayırıq. Oldu 9. Deməli 44 faktorial üzərinə 41 faktorial cəmin sonu 9 dənə sıfırla bitmiş olacaq. Sağ olun.